Salam. Baxırıq günün informatika suallarından 54-cü sualın izahına. Sualımız belədir. Qrafik təsvirin çevrilməsi nəticəsində palitrada rənglərin sayı 16-dan 256-ya qədər artırılıb. Bu dəyişiklikdən sonra təsvirin həcmi necə dəyişər? Aha, bizim qrafik informasiyamızın həcmi düsturu necə idi? M vurulsun N, vurulsun I bit bərabər həcm. Yəni, nə demək istəyirəm burada? Həcmə buradakı elementlərin hər biri təsir edir. Yəni, M vur N təsvirin enində və hündürlüyündə olan piksellərin sayı, I bit isə rəngimizin dərinliyidir. Bunlar artdıqca həcmdə artırdı, azaldıqca azalırdı. Lakin burada bizə hansı informasiyalar verilir? Baxın, rəng sayı deyir əvvəl 16 olub. Gəlin birinci yazaq M1 16, daha sonra N2. Yəni, 16-dan 256-ya qaldırılıb. Olub N2 256. Baxın, burada N-lər verilir. Biz N-dən I biti tapmalıyıq ki, oradan görək ki, həcm necə dəyişir. Çünki N görsüz düsturun içərisində yoxdur. N-in artıb azalması ilə həcmi müqayisə eləmək olmaz. N-dən I-ni necə tapırıq? Bəs N bərabər 2 üstü I düsturuna əsasən. Burada N nə idi bizdə? Rəng sayı, rəng çaları, maksimal rəng, ən çox rəng və s. Bəs I nə idi? I isə bizdə rəngimizin dərinliyi idi. İndi bu məlumata əsasən gəlin biz N1 və N2-dən I nəticəsini əldə edək. Rəng dərinliyi deməli N1-də nə qədər eləyəcək? 16 bərabər 2 üstü I, buradan 2 üstü 4 bərabər 2 üstü I, buradan alacaq I bərabər 4 bit. Və daha sonra 256 olduqda isə 256 bərabər 2 üstü I-yə, 2 üstü 8 bərabər 2 üstü I-yə, I isə burada 8 bit olmuş olacaq. Demək ki, rəngimizin dərinliyi 4 bitdən 8 bitə gəlib. Bu zaman necə dəyişim olub? Demək ki, 2 dəfə artıb. Rəng dərinliyi 2 dəfə artıbsa, demək ki, həcmimiz də 2 dəfə artıb. Buna əsasən cavabımız B variantı olacaq. Bu qədər.